Hamıya salam dostlar, mən Miko. Dostlar, bugün sizlərlə bir yerdə Minecraft sürücülər dünyamızın ikinci bölümü ilə bir yerdəyik. Əslində dostlar, mən ikinci bölümü çəkmişdim. Bəli, ikinci bölümü çəkmişdim. Gördüyünüz kimi bu köylü evini tikmişdim, yarım qalmışdı hətta. Demişdim üçüncü bölümdə tikərəm. Belə bunu ikinci bölümdə həll eləmişdim dostlar, tikmişdim. Amma çox təəssüf ki, OBS dostlar videonu kayıt eləməmişdi. Yəni videonun yarısını kayıt eləmişdi, yarısını kayıt eləməmişdi. Ona görə videonu da YouTube'a ata bilmədim. Yəni YouTube'luq video olmadı. Paylaşmalıq video olmadı, belə deyim. Onu ata bilmədim. Ona görə bu bölümdə yəni sizə deməyim odur ki, ikinci bölümü bu olaraq sayıram. Yəni bunu tikdim, amma siz təəssüf ki görə bilmədiniz. Yəni ikinci bölümdə çox bir şey eləmədim. Onsuz ekrana indirəcək bunu nətər tikdim. Gördüyünüz kimi dostlar, bunu belə tikmişdim. Çox bir şey eləmədim. Oradan köylüləri, 2 dənə köylü gətirdim oradan dostlar. Biraz odun zat kastım, buraları təmizlədim, yolları düzənlədim, evi tikdim. Bu qədər idi. Başqa bir şey eləmədim. Bir də evin içini biraz genişlətdirdim. So başqa bir şey yoxdur dostlar. Bugün elə iminli ikinci bölümü bugün çəkəcəm dostlar. Elə bir ki bugün ikinci bölüm olacaq. Elə fikirləşin. İndi nə deyim? Bir damcı belə bu qədər genişlətdim. Çox bir şey eləmədim. Yatağı zadı sandıqları içəri almışam. Çox bir şey onsa baş vermədi. Belə dostlar, onsuz da bu evin tikilişində gördüyünüz replay moddan çox bir şey eləmədim dediyim kimi. Bugün bu evin için tamamlayacağıq. Ya da evin için tamamlamayacağım dostlar. Evdə hələ ki ev mənə lazım deyil. Bugün nə tikəcəyik? Bugün köylülər getmişəm burada. Köylülər çox çöldə qalmasın, yəni burada çox qalmasın. Suyun üstündə zombi gələr. Ona görə köylülər üçün bir dənə qəşəng köylü farmı eləyəcəm dostlar. Axşam oldu, gedim yatım. Qəşəng bir dənə köylü farmı eləyəcəm. Bu ekranda görürsünüz köylü farmı üçün nələr lazımdır. Çox da çətin bir şey deyil, asan bir şeydir. Asan köylü farmdır. Çox da çətin bir şey yoxdur burada. Bugün o köylü farmını tikəcəm dostlar. Axşam olsaydı yatardı, yatmır ki. Yakında canavar var deyir. Burada yatayım, bura baxarıq nə var orada. Yəqin arxada zombi zat var, nəsə var. Ona görə yatmır. Hə, indi mən yavaşdan dostlar, burada bir dənə spawner ara. Yavaşdan dostlar mən bunu atay. Sandığı götürürüm, bura əşyalarımı yığacam dostlar. Bunun içinə lazım olan əşyalar. Onsa siz ekranda bayaq görürsünüz nə əşyalar lazımdır. Onları bir dənə yığım dostlar, gəlirəm. A few moments later. Aha dostlar, hər şey elədim. Bütün hər şey hazırdır. Gördüyünüz kimi bu sandığın içinə yığmışam. Hər şey hazırdır. Orada şəkildə də gördüyünüz kimi sizə şəkildə göstərmişdim. Onun içindəki olan hər şey burada hazırdır. 3 dənə yataq zad, hər şey hazırdır. Bəzi şeylər yoxdur. Orada 49 dənə havuçun yerinə 40 dənə havuç qoydum. Çünki dostlar, həm məndə 9 dənə havuç yox idi. Köydən də tapa bilmədim. Ona görə 40 dənə qoydum, 40 dənə bəs eləyər. Bir dənə vagon, sonra 2 dənə orada su kovası var. Mən niyə bir dənə su kovası qoydum? Çünki mən dostlar dəmirim yoxdur. 2 dənə dəmirim var. Köydəki bütün qolemləri də kəsdim deyə dəmirim azaldı. Dəmir farmı düzəldəcəm. Onunla sınırsız dəmirim olacaq. Yəqin ki gələn bölümdə düzəldərəm dəmir farmını. Belə bir dənə götürə qoyacağam. Suları belə 2 dənə su eləyəcəm. Belə dostlar, bəzi şeyləri eləmədim, amma bunlarla da bəs eləyir. Bir də orada etkinləşdirici ray var idi. Bu rayın daha sürətli versiyonu. Onu eləmədim çünki məndə 6 dənə altın istəyir. Məndə də 6 dənə altın yoxdur. Onun yerinə sizə daha asan yol göstərəcəm. Biz biraz başqa cür eləyəcəyik. Yəni asan yolla eləyəcəyik. Onda etkinləşdirici ray da lazım olmayacaq. Yavaşdan istəyirsiniz onları götürək. Gedək aşağıya qoyaq. 2 dənə köylüm də orada da dostlar.
Belə hazır eləyə bilərik. Dostlar, bu əşyaları yığmayım, görüyoruz, bu əşyaları yığmayım. 2-3 dənə əşyada çox bir şey yoxdur burada. Bunları belə yığmağım dostlar, düz 1 saatımı aldı. Düz 1 saatlik kayıtdayam. Bunları yığmağım 1 saatımı aldı. Ona görə abunə olsunuz, like atsınız, sevinərəm dostlar. Bu qədər əziyyət çəkirəm, dəstək verən yoxdur. Düz 1 saatda o əşyalar üçün əlləşirəm. Belə 2 dənə köylümüz də buradadır. İndi nə edəcəyik? İndi mən yavaşdan götürüm bunları sizə başa salım. Əvvəla bloklar gələcək. Hara tikək deyə fikirləşirəm. Hara tikə bilərik. Gəlsələm buraya eləyək. Hə? Buraya eləsəm nətər qalar? Yəni buraya eləyək. Özümə təzə kürək də hazır elədim. Bundan görün buraları. Elə buraya eləyək. Bura düz ortaya. Belə bundan buraya eləyək düz. Deməli, nə eləyəcək? İlk olaraq dostlar, mən belə sizə görsədeyim, amma replay modu da açıram. Yəni replay modda da görsədəcəm nətər olduğunu. Yəni qısa olacaq replay mod 10 saniyə, 15 saniyə zad olur onsuz. Yavaşdan başlayaq. Bir neçə dəqiqə sonra. Dəqiqə sonra. Gedirik 1, 2, 3, 4. Bəli, gördüyünüz kimi buradan belə 5 blok bu yüce yuxarıya çıxacaq. Bəli, bu yüce buradan yüce köylülər çıxacaq. Köylülərin çıxdığı yerə gəlir bura. Buraları belə bağlayırıq. Burada su olduğu üçün. Burayı sonradan düzəldərəm. Hə, və eləyirik. Sonra bura nə eləyəcək? Buranın arxanı bir blok belə qazırıq dostlar. Bura aşağını qazırıq. Buraya bir dənə bu düzəltdiyimiz redstone meşələsindən bir dəqiqə dik formada belə qoyuruq. Üstünə bir dənə blok qoyuruq. Bəli, sonra bu blokları buradan belə bir dəqiqə düz qoymadım. Bunları belə buradan davam elətdiririk. Biraz bura qarmaşıq yerdir, amma yadda qalan yerdir. Yəni çox da şey olmayacaq, çətin olmayacaq. Belə eləyirik. Sonra isə bunları sonra isə aha dostlar, gəlirik bura. Düz bu hissəyə gəlirik dostlar. Buradan gəlirik ki, bura çıxan yerdə buradan arxaya 2 blok qazırıq. Axırıncı qazdığımız yerə də bunu qoyuruq. İçinə vagon doldururuq. Əslində 9 dənə vagon olmalıdır. Mən bir-bir qoyacağam. Yəni israf eləmirəm dəmirləri. Yəni dəmir farmelindən sonra bura dolduraram 9 dənə ilə. Bunu qoyduqdan sonra üstünə bir dənə blok qoyuruq və bura düymə qoyuruq dostlar. Bunu aktiv elə bilməsi üçün görürsünüz kimi atdı. Basan kimi atır. Bəli. Sonra bura elə rayları düzürük dostlar. Amma bu ray buradan köylü gələndən sonra bu ray güclənib qabağı itirə bilməyəcək. Ona görə bura bir dənə proses hazırlayacaq. Ondan qabaq sizə görsədim buranı. Buranı belə bağlayırıq dostlar və bu hissəni də bir blok qazırıq və əlimizdə olan 2 dənə şüşəni belə qoyuruq bura. Görürsünüz kimi belə olur. Ray hissəsini qurtardıq. Əslində belə olur. Yəni sizin elektrikli rayınız varsa, yəni altınız varsa 6 dənə, o gördüyünüz o 2 dənə hissəni görürsünüz, yəni bu vagon qabağındakı bu rayla bu ikinci rayı sürətləndirilmiş ray eləyə bilərsiniz. Elə qalanın bundan sadə raydan qoysuz da olar. Məndə yox idi deyə mən nə edəcəm? Məndə yox idi deyə mən buraları qazacam dostlar. Belə eləməyəcəm.
Çünki mən israf eləmək istəmirəm. Bir dəqiqə onu götürmək lazımdır. Aha, belə bura düz xətt çəkəcəm dostlar. Düz xətt çəkəcəm bura. Axırıncı olan hissədən belə çıxacaq. Çünki buradan güc alacaq və əgər çıxa bilməsə mən aşağı düşüb buradan bunu itələyərəm. Belə dostlar. Gələcəkdə bunu dəyişdirə bilərik şey olaraq, elektrikli ray olaraq. Belə bu gəlib çıxa biləcək yəni bura. Burada bir sorunu yoxdur bunun dostlar. İndi keçirik içəriyə dostlar. İndi bu elektrikli ray, yəni ray hissəsinin elektrikli dedim, çaşdım. Yəni bu ray hissəsini qurtardıq. İndi içəriyə tərəf keçə bilərik. Şey tamamladıq. Bir dənə qaldı bura 2 dənə köylü gətirmək. Buranı açıram belə dostlar. Köylülər gətirəcəm, bura salacağam. Bunları bura salarıq. Sonra burada nə eləyəcək dostlar? Bura mənim gözümə biraz qəribə qaldı. Çünki bu buradan gələ bilməyə bilər. Yəni köylünü buradan götürə bilməyə bilər. Onu nə edeyim deyə fikirləşdim. Bir də dostlar, bir dənə bir şey qaldı. Bura su qoymalıyıq. Arı, sən niyə girmisən bura va? Onu öldürək. Hə, bura su qoymalıyıq ki, köylülər, balaca köylülər gəlsin buradan, vaqonla bir yerdə çıxsın. Mən buradan nətər çıxacam, o var, gözləyin. Yəni buradan çıxım. Hə, çıxdım, oranı çox da pozmadım hə. Ordusu görürsünüz kimi su orada qalır. Elə çıxdım oradan. Bura bir dənə tək şey qaldı, bura köylüləri gətirmək. Uşaqlar da gəlib onsa buradan bura yatağa tərəf gedəndə axşam olanda düşəcəklər onsa. İndi bu 2 dənə köylünü gətirək salay bura dostlar. Nətər eləyəcəm düzü bilmirəm. Biraz dəqiqə. Biraz çətin olacaq. Amma eləyəcəm. Bir dəqiqə sən ora çıx. Niyə mindüz axı bura? Nəysə, bu biraz çətin olacaq dostlar. Mən bunları aparım ora, gəlirəm. A few moments later. Bir dənə ölmə. Sən gec yatdı biraz. Zombilər doğuldu. Bir dənə ölmə. Zombi yoxdur hələ ki yanında. Bunun başı qarışdı, köydəki yatağı aldı. Ona görə oraya gedəmədi. Hazır axşam olmuşdu. Dedim qırım qocasinlər yatağa. Biri alqıladı, biri getdi. İndi bunu mən nətər içəridə tuta bilərəm, çölə çıxmasın. Vaqonu bura qoysam oturacaq bu vaqonda. Nətər oturacaq? Hə, oturdu. Hə, qəşəng. İndi buranı 2 dənə qazırıq. Birini sala bildim, biraz çətin oldu dostlar. Çətin oldu amma saldım. İndi ikincisini gedim gətirim, ikincisini salmaq lazımdır. Bir dənə su götürək lazım olur. Bunu salmaq lazımdır, amma nətər salacam bilmirəm. Yuxarı çıxsa bu yaxşı olar. Çıx ora, çıx ora. Əla. Hə. İndi bunu ora salmaq asan olacaq. Biraz çətinlik yaratdılar. Düz yarım saat əlləşdim bunları salmaq üçün, amma ev yoxdur. Saldım amma əsas odur. Saldım hə? Hə, mənə bax. O nədir? Mənə bax. Ay, qırdım buranı. Bunu qıray. Bunu qoyay. Hə, indi bunları qıra bilərik, amma qırılmır. Nəyə görə? Qırılmır. Belə olmayacaq ki, mən düşüm aşağı. Yoxsa qırılmayacaq. Belə. Buranı da, hə, çapalayay. Mən nətər çıxacam buradan? O var, bunlar mənə görən kimi çıxacaq. Mən buradan nətər çıxım? Buranı da qırıram. Bir dəqiqə. Bura bunu qoyum. Əkillə. Bura bunu əkək. Ora basıb çıxa bilərəm. Hə. So. Bunlar burada oldular. Qəşək. İndi bunları mən şey eləməliyəm. Yemək atmalıyam. Bu yerkökləri yerə əkdik dostlar. Bunlara əlavə yemək də atacaq. Bu yerköklər böyüdükcə bunlar həm özlərini ötürəcəklər, həm də yerə də əkəcəklər. Ona görə hələlik bir səfəri atırıq çörək. Ondan sonra özləri onsuz özləri üçün çörək ürədəcəklər. Sonsuza qədər bunlar davam edəcək. Bizə ona görə də bizə şey lazımdır.
Biraz çörək lazımdır. Bir 40 dənə zad belə çörək hazırlayayım dostlar. Replay modda bağlayayım şey. Çəkdim onsuz da. Aha. İndi bizə burada çoxdur onsuz da çörəklərimiz. Nə qədər bir 16 dənə götürdüm. Görün bu 16 dənə nə qədər çıxacaq. Ve 40 dənə zad olması ya da 42 dənə su bunlar bəs eləyər elə. Çox da bir şey eləmək istəmirəm. Bu 2 dənə atay bura və 40 dənə bəs eləyər. Artıq əşyalar da üstümüzdən boşaldaq. İndi gedib bu 40 dənəni ona verə bilərik. Bunlar çiftləşəndən sonra uşaqlar olandan sonra uşaq oradan düşəcək, rahat buradan çıxacaq. İndi bizim bir dənə şeyimiz qalır, o da bunlara belə çörək atmaq. Özlər götürəcəklər, bölüşəcəklər. Ne oldu? Bölüşün də tez ediyor. Bunlar yavaş yavaş bölüşəcəklər bir-birlərindən çörəkləri. Yavaş yavaş bölüşürlər. Əkmək istəyir çörəyi, elə bilir toxumdur. İstəyir çörəyi əksin, əkə bilmir. Nəysə, bunlar yavaşdan əldə eləyəcəklər. Uşaq da eləcək bura. Belə olacaq. O neydi? Qulağızığım zaten bütün düşdü yerə. Hər şey töküldü yerə. Siz də sağlam olun, siz də. Eşitdim də mən sağlam ol dediyinizi. Nəysə. Dostlar, bölümümüz bu qədər idi. Ümid edirəm xoşunuza gəldi. Üzrü sanırım bölüm biraz gec gəldi. Mənim çünki çəkdiyim videoda çəkilmədi replay moddan. Replay mod dediyim kimi sizə bölümün yarısını çəkdi, yarısını çəkilmədi. Ona görə yaxşı video çıxmadı deyə YouTube-luğa qoymalı, paylaşmalı olmadı. Və dostlar, üzrü sayın biraz gec video gəldi. 2 gündür video atmıram. Və dostlar, ümid edirəm bölüm qəşəng oldu. Xoşunuza gəldi dostlar. Video xoşunuza gəldisə bəyənməyi, like atmağı yaddan çıxarmayın dostlar. Belə dostlar, videomuz 3-cü bölümdə görüşənədək sağ olun, salamat qalın, mən qaçıram.